Mənim oğlum şəhid olub. Mən bununla qürur duyuram. Həqiqətən də qürur duyuram. Mən şəhid anasıyam. Mən 2 ad daşıyıram. Həm ana adı, həm şəhid anasının adı. Heç vaxt özündən böyük də olsa kimsə haqsızlıq eləsə belə çəkinməzdi, qorxmazdı. Kimsə hansısa birimiz hardasa dara düşəndə uşaq xatirələri kimi, hardasa kimsə üstümüzə düşəndə kimsə qaçsağa daşlarına qaçmazdı. Güləşəndə özünü yerə yıxırdı ki, görmüş mən yıxmışam. Ülkeye gidəndə dalandan bayrağı astı getdi. O ehtiyatlı olan baş leytenant kimi təxris olmuşdu və Vətən müharibəsi başlananda yenidən döyüşmək üçün bizim sıralara qatılmışdı. Özü xüsusi sənətlərdə xidmət eləmişdi. Ehtiyatlı olan baş leytenant idi. Daşdəmir, nəinki o manqadakı 8 nəfər üçün Daşdəmir həqiqətən əməliyyat taburunda bir göstərici, qabaqcıl bir qəhrəman oğlan olmuşdur.